Mən İsmail Xeyrullayev, hər birinizi Liqaların Səsi verilişindən salamlayıram. Bugün ilk qonağımız Difai Futbol Klubunun prezidenti Asəf Məlikovdur. Asəf müəllim, xoş gəlmisiniz. Mən də sizi anlıyorum. İlk öncə Difai Futbol Klubunun yaranma etaplarından danışaq. Bu klubu hansı məqsədlərlə yaratdınız? Yaradarkən gördüyünüz perspektivlər nələr idi? Deməli, ilkin olaraq bildirim ki, Difai Futbol Klubu yaranmamışdan əvvəl Difai İdman Klubu yaradıldı və Difai İdman Klubunun yaradılmasında əsas məqsədimiz Difai adının yaşadılması idi. Çünki bir çox rastlaşdığımız, gördüyümüz gənclərimiz, orta nəsil insanların, hətta yaşlı nəsil insanların Difai haqqında məlumatı yox idi. Və biz tariximizdə dərin iz qoymuş Difai təşkilatının adını yaşatmaq məqsədi ilə bu idman klubu yaratdıq. 2022-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin birgə layihəsi olaraq həm Difai İdman Klubu, həm Azərbaycan Əlil Arabasını Qılınc Oynatma Federasiyası, həm də Alanya Spor birgə layihəsi olaraq 50 qazimizi biz Alanya Sporun qonağı etdik, Alanyaya apardıq və orada qazilərimizin futbola olan coşqusunu gördük və oradan dönəndən sonra onların müraciətini nəzərə alaraq, futbolun daha çox kütləni əhatə etdiyini nəzərə alaraq biz Difai Futbol Klubunu yaratmağa qərar aldıq ki, Difai Futbol Klubu sayəsində Difai adını yaşadaq. Asəf müəllim, artıq neçə mövsümdür ki, 1-ci liqanın daimi iştirakçılarından birisiniz. Qarşılaşdığınız əsas problemlər nələrdir? Biz birinci il 2022-23-cü il mövsümündə Region Liqasında iştirak etdik. 23-cü, 24-cü il mövsümündən başlayaraq birinci liqada iştirak edirik. Ən böyük problemlərdən biri əlbəttə ki, kadr məsələləridir. Çünki indi idarə heyətidir, inzibati heyətidir, yəni icra orqanı. Onu təkmilləşdirmək infrastruktura aid olan bir məsələdir. Onu əsas məsələ düzəltməkdir. Biz onu düzəltdik. Ən böyük problem bugün, yəni kadr siyasətini əgər aradan qaldırılmışsa, biraz hakimlikdə düşünürəm ki, hakimliyin normal səviyyədə olmaması bəzi oyunlarda həm mübarizə aparmağın qarşısını alır, bəzən də oyunçuları ruhdan salır. Bir-iki mövzu var, mən onlarla bağlı sizdən cavab almaq istəyirdim. Sadiq Məmmədzadə ilə bağlı sizin şikayətiniz olmuşdu AFFA-ya. Həmin epizodu necə şərh eləyərdiniz? Yəni, necə bu qənaətə gəldiniz? Deməli, Sadiq Məmmədzadə ilə əlaqəli biz bilirsiniz ki, artıq AFFA-ya şikayət vermişik, müraciət eləmişik. Məsələ bildiyim qədər araşdırmadadır və düşünürəm ki, araşdırma gedən bir zaman bu məsələ ilə əlaqəli hər hansı başqa bir şərh verməyə lüzum bilmirəm. Çünki bütün məsələlər orada danışılıb. Bu səbəbdən bununla əlaqəli nəsə bir rəy bildirməyin biraz düzgün çıxmaz. Çünki biz araşdırma aparan bir nə qurumuq, nə təşkilatıq. Biz futbol klubuyuq. Əgər hər hansı bir şübhəmiz varsa, biz müraciət etməliyik AFFA-ya. Çünki biz AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirik. Araşdırma bizə yox, onlara aiddir. Bu səbəbdən hər hansı bir rəy bildirməyin biraz düşünürəm ki, etik olmaz. Həm qanuni, həm də ki, belə. Bilirsiniz niyə bu mövzuya gəldim? Çünki qış fasiləsinin sonunda Difai artıq yuxarı pillələrə dırmaşmaq üzrə idi. Lakin qışdan sonra müəyyən oyunlar oldu elə həmin mövzu ilə bağlı. Hazırda komandanın vəziyyəti ürəkaçan deyil. 9-cu pillədə qərarlaşıb və Şimalla bir xal fərq var. Bilirsiniz, futbol yarışlarımı deyim, komandanımı deyim, mən bir körpüyə bənzədirəm. Uzun bir çayın üzərindən keçən bir körpü. Baxır, asıldır ki, hansı çayı keçmək istəyirsiniz? Yəni, bayaq qeyd etdiyim icra orqanı, icra edici orqan, yəni bura daxildir lisenziyalaşdırma, bura mühasibatlıq, digər bütün o idarə heyəti, inzibati heyəti hamısı daxildir. Bu, həmin o körpünün özülüdür. Və düşünürəm ki, bugün əgər 10 ballıq şkala ilə bildirsə, biz o həmin 10-da 10-u eləmişik. Həmin o körpünün sütunları məşqçi korpusudur. O körpünün artıq özü isə o oyunçulardır. Bugün bizdə əfsuslar olsun ki, biraz problemlər
həm sütunlarda, həm körpünün özündə var. Bəli, düz deyirsiniz. Yəni ki, böyük bir xal fərqi də yox idi. Qış fasiləsindən sonra komanda daha da güclənmək əvəzinə biraz zəiflədi. Bu məsələ indi öz tərəfimizdən də araşdırılır, bu məsələlər də araşdırılmalıdır. Amma bu yenə deyirəm ki, bizim səlahiyyətimiz deyil. Amma biz bir şeydən şübhələniriksə, biz yalnız və yalnız öz rəyimizi bildirməliyik. Asaf müəllim, bilirsiniz ki, AFFA hər mövsüm komandanın üçün 300.000 manat təminat verir. Bu bir klub saxlamaq üçün birinci liqada kifayət qədər məbləğdir sizcə? Deməli, klub saxlamaq baxır hansı məqsədlər üçün deməyəcəm, hansı səviyyədə klub. Yəni bugünkü gün 3 il bundan əvvəlki birinci liqa ilə keçən ilki və yaxud bu ilki birinci liqa arasında böyük fərq var. Bu məbləğ ayrılan zaman bilirsiniz ki, həm cərimələr bu qədər deyildi, ikinci oyunçuların əmək haqqısı bu qədər deyildi və üçüncü də ki, birinci liqanın bu idman prinsiplərinə əsasən Premier Liqa qalxmaq məsələsi də bu qədər. Bu səbəbdən 300.000 düşünürəm ki, hətta burada nəzərə alsaq ki, uşaq futbolunu saxlamalısan. Düşünürəm yox, artıq təcrübəmə arxayınlanır deyirəm ki, kifayət qədər çox aşağı məbləğdir. Bəs difainin əlavə hansısa gəlir yeri var, sponsorlar olsun, reklamlar olsun? Reklamımız əfsuslar olsun yoxdur, amma müəyyən öz və yaxud dostlarımızın vasitəsilə müəyyən dəstək var və dostlarımız sağ olsun onların sayəsində komanda bugün fəaliyyətini göstərir. Bugün bizim heç kimə borcumuz da yoxdur. Normal şəkildə hamı maaşını da alır və normal şəkildə yarışlara da gedib gəlir. Azər müəllim, bir mövzu var idi, Asaf müəllim, onunla bağlı sizdən məlumat almaq istəyirdim. Azarkeşləri də maraqlandıran bir mövzudur. Araz Bağırovu komandaya təyin eləmişdiniz, amma oyuna çıxmadan göndərildi. Bu biraz müəmmalı qalıb, buna aydınlıq gətirməyinizi istəyərdim. Deməli, belə bildirək də, bayaq məncə o suala cavab verdim. Nə mənada? Dedim sizə ki, bir futbol klubu bir körpüdür. Yəni, o həmin körpünün sütunları məşqçi korpusudur. Və əgər o məşqçi korpusu hər hansı bir faktordan belə deyək də, uyğun gəlmirsə, bu səbəbdən həmin mərhələdə yolları ayırmaq daha məqbul sayılır. Kadrlardan danışdıq, elə futbolçulara qayıdaq. Premier Liqada bilirsiniz, legioner limiti ləğv olunub artıq, bu mövsümdən limit yoxdur. Amma birinci liqada 8 yerlinin çıxış eləməyi mütləqdir. Burada hansısa bir ədalətsizlik, disbalans yaranırmı sizcə? Çünki play-offa çıxan komanda ilə Premier Liqadan gələn komanda arasında da o oyunda disbalans yaranacaq. Məncə düz qeyd elədiniz. Hətta bəzi mütəxəssislərin, bəzi klub rəhbərlərinin bildirdiyinə görə ki, Premier Liqada limitin ləğv olunması heç də bizim futbolun xeyrinə deyil. Mən bununla razı deyiləm. Nəyə görə? Çünki limit sayəsində futbolçu saxlamaqdansa limitin olub futbolçuların özlərində işləməsi daha məqsədə uyğundur. Nəyə görə? Heç bir klub əlavə vəsait xərcləyərək legioner gətirmək niyyətində deyil. Klub rəhbərliyi olsun, klub rəhbərliyi öz başına da legioner gətirmir. Klub rəhbərliyi zaten məşqçi korpusunun, məşqçi heyətinin istəyi sayəsində, istəyi nəticəsində legionerlərin və yaxud yerli futbolçuların cəlb olunmasının tərəfdarı olur. Amma burada da məqsəd nədən irəli gəlir? Bizim futbolçuların gəlin etiraf edir ki, tənbəlliyi var, özlərində işləmirlər və limitin ləğv olunması futbolçularımızın öz keyfiyyətlərini daha da artırmaq istiqamətində atılan addımdır. Və birinci liqaya qalanda mən razıyam ki, play-off oynayan zaman, yəni biz bilirsiniz ki, birinci liqada artıq neçə ildir bu limit var. Maksimum 7 futbolçu götürə bilirik. Onlardan da 7-ci üçün 15.000 manat vəsait ödənməlidir. Amma Premier Liqa 11 futbolçu ilə oynayırsa, yəni zaten artıq olacaq. Amma yenə deyim ki, burada birini qoyub o birisinə keçirikdə də
Yəni ki, futbolçularımızın özlərində işləməsinə gələndə, məsələn, əgər bu gün legioner limiti Premyer Liqada ləğv olunub və ya Qarabağ öz yerli futbolçularımızı oynatmır. Təbii. Demək, o futbolçuların keyfiyyəti var ki, oynadır. Keyfiyyətsiz futbolçunu məcburiyyətdən oynatmaqdansa, futbolçularımızın öz keyfiyyətini artırması daha Elə məqsədlidir. qışda sizdən də bir futbolçu Avropa legioner həyatı yaşamağa yol Bəli, almışdı. bəli, yəni düşünürəm ki, Bayraməli Qurbanov bugün Albaniya klubunda iştirak edir və qollar vurur. Komanda bugün birinci yerdədir və düşünürəm ki, bəzi məsələn nüanslarda komandamızın zəifləməsində də belə bir oyunçularımızın getməsinin rolu oldu. AFFA-nın hesabat konfransında baş katib Cahangir Fərəcullayev bildirdi ki, Ağşəhər stadionu artıq Premyer Liqaya hazırlanır. Bu sizin məqsədlərinizin böyüməyi deməkdir, yoxsa Stadion bizim deyil, stadion bilirsiniz ki, AFFA-nın balansındadır. Amma bilirsiniz ki, 2026-cı il Difai Təşkilatının yaranmasının 120 illiyidir. Və biz də düşünürük ki, inşallah bu il birinci liqada qalarıqsa, 2026-27 mövsümündə artıq Premyer Liqaya çıxmaq üçün mübarizə aparmağa, artıq belə deyək də, inzibati heyətimiz yetib, məşqçi korpusunda artıq tam formalaşdırıb, artıq futbolçularla həmin o körpünü qurub Premyer Liqaya çıxmalıyıq. Və ora çıxarıqsa, yəqin bizim stadionumuzda artıq həmin belə deyək, kriteriyalara cavab verir. siz ötən mövsüm hətta artıq lisenziyanı almışdınız. Sizcə bu təsadüf idi, yoxsa uğur? O bizim belə deyək də, o dediyim körpünün özülü olaraq bizim inzibati heyətin uğuru idi. Bu il də biz Premyer Liqa üçün, lisensiyası üçün müraciət etmişik və düşünürəm ki, bütün tələb olunan sənədləri təqdim etmişik. Düşünürəm ki, bu il də ala biləcəyik biz lisenziyanı. Əfsuslar olsun ki, məşqçi ilə o futbolçular hələlik o kriteriya cavab vermirlər. Əgər işlər belə davam eləsə, əsas məqsəd ən azından play-off oyunu oynamaq olacaq. Yəni 10-cu yerdə olub aşağı düşməkdənsə. Şimalla oyundan gözləntiniz nədir? Artıq bir neçə turdan sonra həlledici oyun üstünüz. 26-cı turda Şimalla görüşəcəyik. Düşünürəm ki, hələm o vaxta qədər oyunlarımız var. Düzdür, çox çətin oyunlarımızdır. Artıq bir əlavə bir İranlı məşqçi də dəvət etmişik korpusumuza. Düşünürəm ki, vaxtilə Kuveyt, sonra İraq və İran milli komandasında işləmiş məşqçidir. Yəni burada sizin bugün deyək, bu verilişdə birinci dəfə açıqlayırıq onu. Düşünürəm ki, artıq sütunlar güclənəcək. İnşallah yaxşı olar. İnşallah. Amma əgər olmasa, 9-cu yerdə qalsaz, iki əsas namizəd var sizlə rəqib ola biləcək. Xankəndi və Qaradağ Lükbatan. O komandalardan gözləntiləriniz nədir? Necə dəyərləndirərsiniz o rəqibləri? Valla dəyərləndirmək mənli yox, məşqçi korpusunun dəyəndirilməsidir. Biz yalnız və yalnız oynamış o komandalarla, bilirsiniz ki, Xankəndi komandası ilə biz kubok oyunda oynamışıq. Qaradağ Lükbatanla səhv etməsə yoldaşlıq oyunu oynamışıq. Düşünürəm ki, yəni o qədər çətin olmayacaq. Hətta ötən mövsümdə Qaradağ Lükbatanla elə çempionatda da bir neçə dəfə qarşılaşmışdınız. Hətta yəni indi bilirsiniz necədir? Digər idman növlərindən fərqli olaraq futbolda elədir ki, hər il dəyişilir. Bu səbəbdən də keçən məsələn Qaradağ Lükbatan bir il əvvəl əgər çempionluq uğrunda oynayırdısa, keçən il 10-cu oldu. Asaf müəllim, bəzi məlumatlar yayılıb ki, 1-ci liqada komanda sayını 12-yə qaldırmaq istəyirlər. Sizcə bu liqanın inkişafı üçün nə dərəcədə təkan verəcək? Bizdə dəqiq məlumat yoxdur bu barədə. Amma düşünürəm ki, komanda saylarının artması hər zaman inkişaf üçün daha yaxşı, daha məqbuldur. Nəyə görə? Çünki eyni komandalar deyil, müxtəlif komandalarına, yəni olsun əlavə olaraq 2 komanda olsa belə, bu artıq həm oyun sayıdır, həm komanda sayıdır və həm təcrübə yığmaq üçün, həm müəyyən fərqli üçün çox yaxşı olardı. Hətta daha bir məlumat yayılmışdı ki, AFFA 3 mövsüm öncəyə qayıtmaq istəyir, yenidən Əvəzedicilər Liqasını ləğv eləyib, 1-ci liqa və 2-ci liqa arasında bölüşdürmək istəyir. Sizcə burada biraz ədalətsizlik yaranmır? Neftçinin Qarabağın Əvəzediciləri, Sabahın Əvəzedicilərinin gücünü
bilirik. Yox, belə deyək də. Əslində qalanda lisenziya xatirinə əvəzcil liqa saxlayıb, məsələn də bəzi deməyəcəm, müəyyən komandaların çıxıb 12-0 uduzmasındansa, küçədən uşaq yığıb ora əlavə vəsait xərclənməsindənsə, məncə bu çempionatda belə bir səviyyədə oynaması daha məqsədə uyğundur. Nəzərə alsaq ki, əvəzedici liqanın komandaları Premyer Liqaya yüksəlməyəcək. Deməli bu o deməkdir ki, orada oyun manipulyasiyası olmayacaq. Çünki nəyə görə? Düşünürəm ki, əgər belə bir prinsip olarsa, əvəzedici liqanın 2 cədvəl olacaq. Bir cədvəldə əvəzedici liqalar nəzərə alınacaq, digərində alınmayacaq. Yəni bu yenə mənim düşüncəmdir. Amma saxlamaq xatirinə komanda saxlamaq biraz düzgün deyil. Əgər nəzərə alsaq ki, bugün əvəzedici liqaya 500 minə yaxın vəsait xərclənir. Məncə, amma onların belə deyək də, nə play-off oynamaq, nə yuxarı səviyyə qalxmaq şeyi var. Amma birinci liqaya 300 min pulu ayrılır. Dizbalansa baxın. Yəni burada siz artıq mübarizə aparırsınız ki, Premyer Liqa çıxasınız. Burada 300 min vəsait alır. Orada isə əvəzedici liqaya 500 min vəsait ayrılır. Məncə o həm əsas komandaların daha da inkişaf etməsinə təkan verər. Məsələn, hansı komanda əvəzedici liqanı saxlamaq istəyirsə saxlasın, onu göndərsin, burada şeyləsin. Yəni orada da həmin o balans da qorunar. Asaf müəllim, son sualım loqo ilə bağlıdır. Azarkeşlər futbol cəmiyyəti, əsas da İngiltərə futbolunu yaxından izləyən insanlar sizin loqonu Sheffield United'in loqosuna bənzədir. Sırf bu loqonu seçməkdə necə oldu o proses? Necə bu loqonu seçdiniz? Ya oxşadığını əvvəldən bilirdiniz, ya təsadüfən oldu? Demək, belə deyək də, 2 qılınc və aypara bu 1906-cı ildə Difai Təşkilatının emblemi olur. Əgər Wikipedia girsəz, axtarsınız Google-da görəcəksiniz ki, Difai Təşkilatının loqosu belə. Gerbi, loqosu yox, gerbi 2 qılınc və ortasındakı ayparadır. Aypara ulduzdur. Və biz Difai İdman klubunu da, Difai futbol klubunu da yaradanda da sırf eyni şəkildə həmin o 2 qılıncı və ayparanı saxladıq. Futbol klubunu yaratdığımız zaman, yəni idman klubunun loqosu ilə, yəni belə də loqosu ilə bir olduğuna görə biraz dəyişiklik etməyə qərara gəldik və düşündük ki, qara bilirsiniz ki, bizim həm Difai Təşkilatı Azərbaycanın ilk antiterror təşkilatı olub və bu səbəbdən də qara rəng məxfilik rəngidir. Eyni şəkildə qara rəng İslamın ilk rəngi olub, yəni yaşıldan əvvəl. Və üstəgəl Azərbaycan, yəni deməyəcəm, türk etimologiyasına görə qara rəng torpaq rəmzidir. Qarabağ yəni torpağı bildirən rəngə görə, rəmzə görə götürülüb. Bu səbəbdən də bizim əsas rəngimiz qara idi və bu torpaqların işğaldan azad olunmasında bizim şəhidlərimizin və qazilərimizin qanı axıb və bu səbəbdən də qırmızı rəngi də istifadə etmək istədik və Sheffield United-la heç bir əlaqəsi yoxdur. Əgər Sheffield United 1896-cı ildə, yəni neçənci ildə yarandı bunu təxmini, yəni ki, belə baxmışdım, dəqiq yadımda deyil. Baxsaz görərsiniz ki, Sheffield United 2 qılıncdan istifadə etməyə başlayıb 1970-ci ildə. Yəni 2 qılıncdan istifadə olunması Difai Təşkilatı 1906-cı ildir. Əgər biz də Difai Təşkilatın adını yaşadırıqsa, Difai adını yaşadan bir təşkilatın gedib başqa bir emblemdən, başqa bir atributdan istifadə edilməsi biraz ayıb olardı. Üçüncü tərəfdən, mən özüm qılınc oynatma üzrə məşqçiyəm. Əgər gəlsinlər göstərsinlər ki, Sheffield United yarananda hansı qılınc oynatmadan istifadə edirdi? Çünki biz idman klubu olaraq da ilk olaraq qılınc oynatma və əlil arabasında qılınc oynatma idmanını tətbiq etmişik. Bu səbəbdən də ki, qılıncların da orada yeri var. Orada top yenə deyirəm, idman komandasında, idman klubunda top yox idi, biz sonradan elədik. Və orada bizim topun işarəti ortasında da bizim qapıçımızdır. Hər iki tərəfdə olan 5 nəfər də bizim oyunçularımızdır. Yəni ulduzların sayı da oyunçuların sayı ilə bərabərdir. Anladım. Təşəkkür edirəm cavablarınız üçün. Buyurun. Yəni bizə də sual verirlər, amma biz də Instagramda da göstərmişik ki, 1906-cı ildə yaranan qılıncdan və ay ulduzdan bizdən öncə heç kim bundan istifadə etməyib. Biz
onlar mı bizdən götürüblər də demirik. Amma yenə deyirəm ki, onlar da hətta Çində də var bir idman klubu ki, onlarda da qılınc var. Yəni hər qılıncdan istifadə edən bu demək deyil ki, Sheffield Uniteddan və yaxud da ki, kimdənsə bunu mənimsəyir. Çox sağ olun Asaf müəllim, təklifimizi Buyurun. qırmadığınız üçün təşəkkür edirəm sizə. Komandanıza uğurlar arzulayıram. İnşallah Difai-ni növbəti mövsümlərdə də yuxarı pillələrdə ən azından Premyer İnşallah. Liqaya vəsiqə uğrunda oyunlarda görərik. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Mən də sizə təşəkkürümü bildirirəm. İlk verilişinizdə, yəni bizi dəvət etdiniz. Yəni şəxsən öz adımdan deyil, Difai klubu adından, Difai ailəsi adından sizə təşəkkürümü bildirirəm və bu layihənizdə, hətta digər layihələrinizdə onu birinci dəvət almasaq belə, orada da sizə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun Asaf müəllim. Təşəkkür edirəm. Sağ olun.